Salam əziz uşaqlar. Bu günləri 11-ci sinif güvən kitabından sınaq 3-ü işləyəcəyik. Baxaq birinci suala. Birinci sualda bizə deyir ki, oturacağı 12 cm olan bərabər yanlı üçbucağın oturacağına çəkilmiş hündürlüyü 8 cm olarsa üçbucağın perimetrini tap. Aha, baxaq. Birinci sual. Demək, bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqda deyir, oturacağı çəkilmişdir hündürlük. Oturacağı 12 santimetrdir. Deyir, üçbucağın oturacağına çəkilmiş hündürlüyü isə 8 santimetrdir. Üçbucağın perimetrini istəyir bizdən. Bilirik ki, bərabər yanlı üçbucaqda çəkilmiş hündürlük həm tən böləndir, həm mediandır. Yəni, qarşı tərəfi də yarı bölür. Onda bura 12 yarı bölünər. Olar 6 santimetr. 6 santimetr. Sonra düzbucaqlı üçbucağı görən kimi yadımıza nə düşür? Pifagor teoremi. Pifagor teoreminə görə yaza bilərik ki, yan tərəfinə əlvəcən tapaq. Bura adısa, bu da adı, düzdürmü? A bərabərdir uşaqlar nəyə? Katetlərin kvadratları cəmi 6-ın kvadratı üstə gəlinsin 8-in kvadratı bərabərdir 10. Yəni 100 eləyir, 100-dən də çıxır 10. Demək, onda bir tərəfi 10 imiş, bura 10-dursa, bu da 10-dur uşaqlar. Burada 12. Perimetr nəyə bərabər oldu? 10 üstə gəl, 10 üstə gəl, 12 bərabərdir. 20, bu da 12, 32 santimetr. Demək, baxaq ikinci suala. İkinci sualda bizə deyir ki, əbub 96-84-ü hesablayız. Əbubu necə tapırdıq uşaqlar? Sadə vuruqlara ayırırdıq. 96, 84. Sadə vuruqlara ayırırıq əvvəlcən. 24, 2, 12, 2, 6, 2, 3, 3. Sonra 48-i, daha doğrusu 84-ü idi. 84-ü ayırırıq sadə vuruqlara. 84 bölü 2, 42, 42, 2, 21, 21, 3-ə, 7, 7, 1. Eyniləri aparırdıq. 2, 2, 1 buradan, 1 buradan. Sonra 3, 3. Eyniləri aparandan sonra bir sırada olanları vururduq bir-birinə. 2 vur, 2 vur, 3 bərabərdir 12. Demək, cavab oldu ikincidən 12. Biz bunu qısa yolla da uşaqlar tapa bilərdik. Baxın, cavab oldu 12. Qısa yolla da tapa bilərsiniz bunu. Yəni ki, əgər şifahi hesablamanız varsa, elə 96 ilə 84-ün ixtisar gedəcəyi ədədi taparsınız. Yəni ki, 94 ilə 84 hər biri nəyə bölünür? 12-yə bölünür. Əbub, yəni ixtisar gedəcəyi, ədədlərin ixtisar gedəcəyi ədəddir. Baxaq indi üçüncüyə. Üçüncüdə bizə deyir ki, bu bərabərliklər verilir və bizdən x üstəgəl y üstəgəl z cəmini soruşur. Bu bərabərliklər belə veriləndə uşaqlar, baxın diqqətlə. Burada əgər bunlar 3-də 2-yə bərabərdirsə, onda x ilə y hər biri 2k-dır. Yəni, surətlər bir-birinə bərabərdir, məxrəclər bir-birinə bərabərdir. Onda x 2k-dır, y 2k-dır. Burada y 3k-dır uşaqlar, z 3k-dır. Yəni, y-in 2 qiyməti oldu deyə biz onda bunu belə bu formada yazacağıq. Yazıram ki, məsəl üçün, üçüncü misalda x deyirik ki 2k-dır. Birinci kəsirdən əlvəcən yazırıq. Birinci kəsirdə məxrəcdə y-dir, y-də dedik ki 3k-dır. İndi ikinci halda isə, baxın, bu kəsirə, y 2k-dır, y 2k-dır, z 3k-dır. Y həm 3k-dır, həm 2k-dır. Onda eyni axı olmalıdır, yəni müxtəlif olan məhz. Onda bunları ortaq məxrəc tapırıq, 6-ya tamamlayırıq. Onda əgər bu nisbəti biz 2-yə vurduqsa, yəni x-in y nisbətini, onda x-i də müstəqil 2-yə vurmalıyıq. Burada da 6 eləmək üçün nəyə vururuq? 3-ə, onda bunu da vururuq 3-ə. Demək, onda biz indi nəyi tapırıq? Z çıx x bərabərdir 30. Z neçə k oldu uşaqlar? 9k oldu. Sonra çıx x. X neçə k oldu? 4k oldu. Bərabərdir, yazırıq 30. Başlayırıq həll eləməyə. 5k bərabərdir 30-a. K bərabərdir 30 bölünsün 5, 6-ya. K-nı tapdıq. İndi bizdən görək nə soruşur? X üstəgəl y üstəgəl z cəmini soruşur. X-imiz neçə k-dır uşaqlar? 4k. Y-imiz neçə k-dır? 6k. Z-imiz neçə k-dır? 9k. Bunu istəyir bizdən. 4 üstəgəl 6, 10, 10 üstəgəl 9, 19k. 19k, k-nın qiyməti 6. 6 vur 9, 54, 5 yadda, 6 vur 1, 6, o da 5 yadda, 11. Cavab oldu 114.
E variantı. Baxaq dördüncüyə. Dördüncüdə bizə deyir ki, irrasionaldan azad edirik bu kəsri. İrrasionaldan azad eləmək üçün nə edirdik uşaqlar? Qoşmasına vururduq. Əgər toplama çıxma varsa məxrəcdə qoşmasına vururduq. Əgər təkcə kök 6-dırsa, yəni irrasionaldan azad eləmə nə deməkdir? Məxrəci kökdən azad etmək deməkdir də. Mən götürürəm məxrəci özü-özünə vursan kökdən azad olar da. Kökdə 4 olar, kökdə 4-dən də 2 çıxar. Amma məxrəci nəyə vurdumsa, surəti də ona vururam. Bu da bərabərdir. Kökdə 2-ni kökdə 2-yə vuranda eləyər 2. 6 kökdə 2. Bu da yuxarıda. 6 bölünər 2-yə olar 3 kökdə 2. Cavab B variantı. Baxaq 5-ci məsələyə. 5-ci məsələdə bizə deyir ki, müxtəlif yerlərdə olan iki müşahidəçidən birincisinin təyyarənin görmə bucağı 45 dərəcədir. Aha, bu. İkincisinin isə 60 dərəcədir. Birinci müşahidəçinin təyyarədən olan məsafəsi, birinci müşahidəçi bunu deyir, məsafəsi 12 kilometrdir. Bura 12-dir deyir. İkinci müşahidəçinin təyyarədən olan məsafəsini tapın. Bax, bunu istəyirik bizdən. Aha, gəlin tapaq. Əlbəttə şəkli çəkək. Aha, şəkil çəkdik. İndi baxaq məsələyə. Bizdən bunu soruşur. Yəni, ikinci müşahidəçinin buradan bura qədər, yəni olan təyyarəyə qədər olan məsafəni istəyir. Baxaq uşaqlar diqqətlə. Demək, birinci 45 dərəcə, 60 dərəcəni görən kimi qaydalar yadımıza düşür. Bizim axı qaydalarımız var idi. 30 dərəcə qaydası, 45, 60 qaydalarımız var idi. Ona görə buradan bir hündürlük çəkirik. Hündürlüyü çəkəndə bu necə oldu? Üçbucaq oldu. Düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucaqda iti bucaqların cəmi 90 dərəcə olur. Düzdürmü? Yəni bu 45-dirsə 90 olması üçün gərək bu da 45 ola. Bir üçbucağın da iki bucağı bir-birinə bərabərdirsə, onda mütləq onun iki tərəfi, ikisi də bir-birinə bərabərdir. Yəni katetləri bir-birinə bərabərdir. 45 qaydasını izah eləmişdim, videoda var idi. Demək, necə idi 45-45 qaydası? Düzbucaqlı üçbucağın hipotenuzu, yəni bura, katetin kökdəki mislinə bərabərdir. Kateti məsəl üçün A adlandırıram, burada A olur avtomatik. Demək, A-nın, yəni katetin kökdə 2 misli bərabərdir hipotenuza. Buradan A nəyə bərabərdir uşaqlar? 12 böl kökdə 2. Bu da irrasionallıqdan azad eləyirik. Vururuq kökdə 2-yə. Bu da bərabər olur. 12 kökdə 2 bölünsün 2. 12 2-yə bölünür. Olur 6 kökdə 2. Demək, mən A-nı tapdım 6 kökdə 2. Buranı tapdım. Hündürlüyü də tapmış oldum. Məndən nə soruşur burada? Deyir, bu x-i soruşurdu. Bunu tapacağım. Yəni buranı tapdım, yazıram. Bura oldu 6 kökdə 2. Sonra biz axı 60 dərəcə qaydasında keçmişik uşaqlar. 60 dərəcəli bucağın qarşısında duran tərəf nə idi? 30 dərəcəli bucağın, yəni kiçik katetin kökdə 3 misli idi. Bu da düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqda dedik ki, iti bucaqların cəmi 90-dır. Bu 60-dırsa, bu 30-dur. 30-un qarşısı hipotenuzun yarısıdır. Məsəl üçün, bura x-dırsa, bura 2x-dır. Düzdür? Aha, indi demək onda 60 dərəcəli bucağın qarşısındakı qaydamız necə idi? 30 dərəcəli bucağın qarşısındakının kökdə 3 misli idi. Yəni, x-i kökdə 3-ə vuranda bərabər olur 6 kökdə 2-yə. Onda indi buradan da mən tapa bilərəm x-i. X demək bərabərdir. X bərabərdir 6 kökdə 2 bölünsün kökdə 3. Belə də qalır. Bölməyəcəm. İrrasionaldan da, yaxşı, irrasionaldan qoyulan da azad eləyək. Vur kökdə 3, vur kökdə 3. İrrasionaldan azad eləyirəm. Olacaq. Kökdə 3-ü kökdə 3-ə vuranda 3, 6, kökü kökə vururuq, olur kökdə 6. 6 da 3-ə bölünür, olur 2 kökdə 6. Demək, mən x-i tapdım uşaqlar. X nə oldu? 2 kökdə 6. Amma mənə lazım idi hipotenuz bura. Bu da 2x idi. Onda 2 kökdə 6-nı da vuraram 2-yə, taparam 4 kökdə 6. Demək, buranı tapmış oldum. Cavabımız B variantı. 4 kökdə 6.
İndi baxaq 6-cı misala. 6-cı misalda testdə daha doğrusu bizə deyir ki, bu çoxluq üçün NA-nı deyir tapın. NA qabağında N yazılarsa bilirsiniz ki, bu elementlərin sayıdır. 1, 2, 3, 4, 5, 5 dənə element var. Cavab D variantı. Baxaq 7-yə. 7-də bizə deyir ki, aşağıdakı kəsirlərdən hansıların sonlu onluq kəsir şəklində göstərmək olar. Sonlu onluq kəsir nə idi uşaqlar? Baxırdıq məxrəcə. Məxrəcin vuruqlarını, sadə vuruqlarını ayırırdınız. Baxın, məsəl üçün yazıram 7-ci. Onu ayırırdınız sadə vuruqlara. 2, 5 qalır. 5 də 5-ə 1. Yəni sadə vuruqlar hamısını ayırırsınız. Sadə vuruqlar təkcə 2-lər, təkcə 5-lər və yaxud da ikisi birində həm 2, həm 5-dən ibarətdirsə, bu sonludur. Əgər 2-dən 5-dən başqa sadə vuruq düşərsə içinə, demək onda o sonlu deyil. İndi baxaq. 10, 2 ilə 5 idi, demək bu sonlu kəsirdir. Sonlu onluq kəsirdir. 12. 12-nin vuruqlarının içində 12 axı 3-ə bölünür. Sadə vuruqları ayıranda görəcəksiniz ki, 3-ə bölünür. Demək, sonlu onluq kəsir deyil. 14, 2 vur 7-dir. 7 varsa, demək, alınmır. 16 ayıranda görəcəksiniz 2 vur 2 vur 2 vur 2, 4 dənə 2-dir. Ona görə də sonlu onluq kəsir şəklində göstərmək olar. 18 isə 3-ə bölünür. Sadə ədədlərdən, yəni 2-dən 5-dən başqa nəyə bölündüsə, onu götürmək olmaz. Cavab oldu 1-ci və 4-cü. 1-ci və 4-cü C variantı. Aha, baxaq indi 8-ciyə. 8-də bizə deyir ki, 2 paralel düz xəttin 8, 2 deyir paralel düz xəttin 3-cü düz xətlə kəsişməsindən alınan daxili bir tərəfli bucaqlar. Daxili bir tərəfli bucaqlar hansılardır uşaqlar? Baxın, bu bucaqla bu bucaq. Daxili bir tərəfli bucaqların biri 55-dir. Bizim də qaydamız nə idi uşaqlar? Daxili bir tərəfli bucaqların cəmi 180 idi. 180-dan 55-i çıxarıq. Cavab qalar 125 dərəcə E variantı. 9-cu sualda deyir 223A ədədi 4-ə qalıqsız bölünərsə A-nın mümkün qiymətlər cəmini tapın. Hansı ədədlər 4-ə bölünürdü uşaqlar? Son 2 rəqəmi 4-ə bölünən ədədlər. İndi son A-ya mən nə qiymət verə bilərəm burada? Baxın 9-cuda. A-ya verə bilərəm 2 versəm, olar 32. 32 4-ə tam bölünür. Sonra 4 artıra gedərəm də 2, 6, 10 verə bilmərəm, 2 rəqəmli olmaz. Demək təkcə 2 ilə 6. A-nın mümkün qiymətlərinin cəmini deyir. Yəni 256, 8 B variantı. Baxaq 10-cu suala. 10-cu sualda bizə deyir ki, 30 və 42 ədədlərinin ədədi ortasında. Ədədi orta uşaqlar necə tapılır? Toplayırıq, bölürük 2-yə, sayına yəni. 72 böl 2, 36. Cavab C variantı. 11-də bizə deyir ki, 2 paralel düz xəttin 3-cü düz xətlə kəsişməsindən alınan daxili çarpaz bucaqlardan biri 75 dərəcə olarsa digərini tap. Daxili çarpaz bucaqlar qaydaya görə bir-birinə bərabərdir. Biri 75-dirsə, digəri də 75-dir. Cavab C variantı. Baxaq 12-ciyə. A-nı 50% artırdıqda 2 açıq 25 alınırsa A-nı tap. Baxaq uşaqlar. Bir A-nı 50% artırarsa. Bunun ikincidir 12. 12-ci. A-nı 50% artıranda, ümumiyyətlə ədədi 50% artıranda neçə olur uşaqlar? 150% olur da. 150% isə, baxın, 50% artır, əvvəlki ədəd 100% isə olur 150. Neçə dəfə 50% artırdıqda deyir 2 açıq 25 alınırsa, A-nı deyir tap. Aha, A-nı 50% artırdıq, oldu 150%. Bilmirik də, biz bunu gəlin ədədə çevirək də. Misalın içində faizlə işləyənmərik. Ədədə də çevirmək üçün nə edirik faizi? Bölürük 100-ə. Yəni 1,5 oldu. Deyir 2 açıq 25 alınır. Demək, indi belə tənlik qurub yaza bilərik. Yazırıq ki, demək, əgər 1,5A alındısa, onda deyir ki, bu artırdıqda 2 açıq 25 alınır. Yəni bərabərdir 2 açıq 25-ə.
Buradan da A-nı apararam bu tərəfə. Bu mənfidir, müsbət keçər bu yana belə olar. 25 bərabərdir. 2A-dan 1,5A-nı çıxaram. 0,5A. A da bərabərdir. 25-i 0,5-ə böləndə hər birini 10-a vuraram. 255-ə bölərəm. 50 A-nı deyir tap. A demək 50 imiş. Baxaq 13-ə. 13'te bizə belə bir şəkil verir. Bucaq CAB-ni istəyir. CAB-ni istəyirsə, mən bu şəklə izah eləmişəm videolarda. Demək, daxildəki bucaqların cəmi bərabərdir xaricdəki bucağa. Onda bunu tapmaq üçün 110-dan 70-i çıxaram. Cavab 40 dərəcə. A bucağı 40 dərəcə B variantı. 14'də deyir bərabər yanlı 3 bucağın təpə bucağı 130 dərəcə olarsa oturacağı bitişik bucağı neçə dərəcə olar? Bərabər yanlı 3 bucaqda demişdik ki, oturacağı bitişik bucaqlar bərabərdir. Onda təpə bucağı 130 dərəcədirsə, təpə bucağı, baxın, təpə bucağı budur. Bu 130-sa, bu bucaqlarda demişdik bərabərdir. Onda 180-dan 130-u çıxarıq, bölərik 2-yə. 130'u çıxarıq, bölərik 2-yə eləyər 25 dərəcə. Oturacağı bitişik bucaq olar 25 dərəcə. 15-ci sualda deyir neçə yüzlük var? Yüzlüyün sayını tapmaq üçün 100-ə bölün. 1, 2, 100'ə böləndə 2 ədəddən sonra vergül ayrılır. Olur 345 dənə yüzlük var. 16'da bizə deyir ki, burada B ilə C birləşib A-dan çıxılır. Birləşmə nə idi uşaqlar? Bütün elementlər istifadə olunurdu, təkrar olmamaq şərti ilə. 1, 5, 7, 9 B-nin elementləridir. C-də 6, 8, 9. Hər birində nə var uşaqlar? Təkcə 9 var. Onda demək birləşmə nə olacaq? Yəni birləşməni yazaq. Birləşmə 15'də. Demək A ilə daha doğrusu B ilə C-nin birləşməsi oldu. 1, 5, 7, sonra 7 qoy özünü yazım, sonra burada yerdə qalanlar yazacağım. 9, 6, 8. Ardıcıl yazmasaz olar, nə olacaq ki? Demək, birləşmə bulardı. İndi A-dan çıxılır bular. A elementləri 1-dən 6-ya qədər ədədlərdir. Baxın, A elementləri 1, 2, 3, 4, 5, 6'dır. Çıxılanda uşaqlar eynilər çıxılır. Baxın, 1, 1, 5, 5, sonra 6, 6. Başqa yoxdur. A-dan əgər bunu çıxırıqsa, A-dan bunu çıxanda A-nın yerdə qalanları qalacaq. Cavab 2, 3, 4. 2, 3, 4. Sayını istəyir N. Demək neçə dənə oldu? 3. Cavab oldu 3 dənə element. 3. Gəldik 17'yə. 17'də bizə deyir ki, baxın, K-nın neçə natural baxaq. K-nın neçə natural qiymətində bu ifadənin qiyməti natural ədəddir. Məxrəclər eynidirsə, surətləri toplaya bilərsinizsə, düzdür uşaqlar. Yazıram 17'də. Bu 16 idi uşaqlar. 16. Aha. K-lar məxrəclər eynidirsə, surətləri toplayıram. 6 üstəgəl 7, 13, 13 üstəgəl 8, 21. Soruda deyir ki, natural ədəd alınsın. Hansı natural qiymətində hansı natural ədəd alınır? Onda demək 21'in bölündüyü ədədləri tapacağım da. 1, 1'ə bölünür, 21, 3'ə bölünür, 7'yə bölünür və yenə də 21'ə bir də özünə bölünür. 1, 3, 7, 21 idi cavab. Aha, indi gəldik K-nın neçə natural qiymətində bu ifadənin qiyməti. Yəni ayrı-ayrılıqda yerinə qoysaq ödəmir ha, amma cavabını tapandan sonra görürsünüz bu qiymətlər ödəyir. Baxaq 18'ə. 18. 18'də bizə deyir ABC üçbucağında bir dənə ABC üçbucağı çəkək məsəl üçün A, B, C. Bizə deyir ki, ABC üçbucağında AB 6'dır, AC 8'dir. BC'nin neçə tam qiymətində deyir BAC, yəni bura kör bucaq olar. Aha, kör bucaq olması üçün onda şəkli fərqli çəkməliydim. Belə çəkməliydik şəkli. Demək A, B, C. Yox, yəni yerlərini səhv yazdım. İndi BAC bucağı kör olmalıydı. B, A, C. Aha, indi bizə deyir ki, bura AB 6'dır, burada 8'dir. Bunun kör bucaq deyir olması üçün, BAC bucağı kör bucaq olması üçün BC-nin neçə tam qiymətində kör bucaq daha doğrusu deyir olar. Bunun bir düsturu var idi uşaqlar. Keçən dəfə vermişdim sizə.
Düsturumuz belə idi. Kökün altında a kvadrat üstəgəl b kvadrat. Yəni a tərəf bura, b tərəf bura. Kör bucağa bitişik tərəflər kiçikdir 3-cü tərəfdən. 3-cü tərəfi məsəl üçün sizə adlandırıram. Kiçikdir 3-cü tərəfdən, kiçikdir 2 tərəfin cəmindən. A üstəgəl b-dən. Yerinə qoyuram, yazıram. Kökün altında 6-nın kvadratı üstəgəlsin 8-in kvadratı kiçikdir 3-cü tərəf, kiçikdir 6 üstəgəl 8-dən. 36, bu da 64'ü 100 eləyir. Kökdə 100'dən də çıxır 10. Kiçikdirsə, kiçikdir 14. Demək, S hansı qiymətlər ala bilər uşaqlar? 11, 12, 13. Bu da deyir ki, BC-nin neçə tam qiymətində? 3 dənə tam qiymətində, yəni bu kör bucaq ola bilər. Aha, baxaq 19-cu suala. 19-cu sual. 19-cu sualda bizə deyir ki, adi ifadədir kəsirin qiyməti. Demək, dövrü-onluq kəsirdir. Dövrü-onluq kəsirdə uşaqlar mötərizənin içində 9 yazırdıq sayı qədər, qabağındakı ədədin sayı qədər 0 yazırdıq. 90-da 16 çıxılsın, qarşısındakı ədəd belə idi. Gəlin birinci bunu sadələşdirək. 90-da 15, bu da ixtisar gedir. 90 15-ə tam bölünür. 6-da 1. Birinci hansı əməli eləyirik? Birinci eləyəcəm mən buradakını, məxrəci. 1-dən çıxacam 1 böl 0,175-i bərabərdir. 1 çıx 1 böl %75 yazsam %75 4'də 3 deməkdir. 1'i 4'də 3'ə böləndə tərs alınar. Olar 1 çıx 3'də 4. Bu da eləyər mənfi 3'də 1. Sonra yuxarı surəti böləcəm bunun cavabına. Surəti böləcəm. Baxın, bu birinci əməlimiz. İndi ikinci əməlimiz. İkinci əməldə 1,6-da 1'i, yəni 6'da 7'ni böləcəm. Mənfi 3'də 1'ə. Yəni vuracam mənfi 1'də 3'ə. Bu da bərabərdir. 6 3 ilə ixtisar gedər 2. Mənfi 2'də 7. Mənfi 2'də 7. Neçə deməkdir uşaqlar? Elə mənfi 2'də 7 saxlayım. Çünki qarşıda da şey var. Kəsir var. Mənfi 2'də 7 elədi. Üçüncü əməlimiz hansıdır uşaqlar? Bölmə. Bunu böləcəm bunun cavabına. Yəni mənfi 2'də 7'yə. Demək 1,4'də 3. Yəni 4'də 7. Bölünsün. Yəni vurulsun. Mənfi 2'də 7. Daha doğrusu 7'də 2. Yerini dəyişirəm. 7'də 2. 7'lər ixtisar gedir. 4'dən 2 gedir. Qalır mənfi 2'də 1. Nəhayət sonuncu əməl. Bundan çıxacam indi bunun cavabına. Yəni bunun. Bunu bayaq sadələşdirmişdim. 6'da 1 idi. 6'da 1'dən çıxacam mənfi 2'də 1'i. Bu da eləyəcək 6'da 1 üstə gəlinsin. 2'də 1'i də 6'da 3 yazaram. 6'da 4 eləyər. 6'da 4 də ixtisar gedər. Cavab eləyər 3'də 2. 3'də 2. Aha. 3'də 2. İndi baxaq 20-ci suala. 20-ci sualda bizə deyir ki, duzluluq faizi 15% olan 60 kiloqram məhlula 3 kiloqram duz və 12 kiloqram su əlavə olunarsa duzluluq faizi nə qədər olar? Uşaqlar, belə məsələlər üçün mən sizə düsturu dəfələrlə videolarda izah eləmişəm, vermişəm. Maddə böl məhlul vur 100%. Baxın, bu düsturdan istifadə edin. Maddə bilirsiniz ki, duz, yod, nə bilim, nəsə verilirsə orada bunlar hamısı maddədir. Məhlul isə duzla suyun qarışığı və yaxud da yodla suyun qarışığıdır. Maddə ilə, yəni suyun qarışığıdır. İndi deyir ki, duzluq faizi 15% olan 60 kiloqram məhlul. 15% olan 60 kiloqram məhlul. Yəni 60'ın 15%'ini tapanda siz duzu tapmış olacaqsınız. Maddəni tapmış olacaqsınız. Gedirəm 60'ın 15%'ini tapıram. 90 böl 10 eləyəcək 9. Duzu tapdım 9. Baxın, maddənin yerinə yazıram 9. Baxın, maddə oldu 9. İndi məhlul nə qədər idi? 60 kiloqram idi də. Məxrəcə də yazıram 60. Deyir 3 kiloqram duz və 12 kiloqram su əlavə olunarsa. Duz hər iki tərəfə əlavə olunacaq da. Məxrəcədə surətədir. Çünki burada da duz var, burada da duz var. Bax, üstəgəl 3, üstəgəl 3. Duzu hər ikisini əlavə edirik. Amma 12 kiloqram su əlavə edirsə, axı maddənin içində su yoxdur. Su təkcə bura əlavə olunur, məxrəcə əlavə olunur, məhlula. Deyir ki, olunarsa duzluluq faizi nə qədər olar? Duzluluq faizini tapmaq üçün nə edirəm? Vururam 100'ə, yəni düsturumuzu vur 100 var idi. Faizi vurur. Faizi çevirmək üçün 100'ə vururam da. İndi hesablayıram.
63, bu da 12, elədi 75, bu da 12, vurulsun 100. 100 ilə 75 hər biri 25 ixtisar gedir. 12 də 3-ə bölünür. 4 vur 4, 16. 16. Cavab oldu 16. Baxaq 21-ə. 21. 21-də bizə deyir ki, bu ifadəni sadələşdir. Gəlin sadələşdirək. Demək, misalın özünü köçürdəcəm. Çıxılsın 1, çıxılsın 1, çıxılsın kökdə 5 bölünsün 2. Bilirsiniz ki, uşaqlar, modulda ifadə veriləndə bizə moduldan müsbət ifadə çıxmalıdır. Yəni, bu biz içəridəki birinci misalı işarəsini təyin edəcək ki, bu mənfi ifadədir, yoxsa müsbət ifadədir. Mənfi ifadədirsə yerini dəyişib çıxardacaq, müsbət ifadədirsə elə özü çıxacaq. İndi kökdə altını 2-yə böləndə cavab nə olar? Birdən, yəni böyükdür görəsən, yoxsa balacadır? Kökdə 6, belə deyək də, 2 tam neçədir? Çünki kökdə 4 olsaydı 2 çıxardı, düzdür uşaqlar? Demək, 2 tam neçəni 2-yə böləndə 1 tam neçə eləyər? 1 tam neçədən də 1-i çıxanda 0 tam neçə eləyər? Yəni, belə deyək ki, müsbət alındı. İşarə təyin edirik, ona görə təqribi cavab götürürük. Yəni, müsbət alındı cavab. Müsbət alındı, demək, moduldan özü çıxdı. İndi gəldim bura. Kökdə 5 böl 2. Kökdə 5 böl 2, kökdə 5 4-dən böyük ədəddir də. Yəni ki, 2-dən, belə deyək də, kökdə 4 olsaydı 2 çıxardı. Kökdə 5-dir deyə 2 tam neçədir? 2 tam neçəni 2-yə böləndə uşaqlar 1 tam neçə eləyər? 1-dən 1 tam neçə çıxanda cavab mənfi eləyər. Onda demək, mən bunun yerini dəyişəcəm. Çıxılsın, kökdə 5 bölünsün 2, çıx 1 yazmalıyam, amma qarşıdakı mənfiyə görə nə edirəm? Müsbət 1 yazıram. Bu da bərabərdir. Mənfi 1, müsbət 1 getdi. Bundan da bunu çıxanda nə qalır uşaqlar? Elə qalır kökdə 6 çıx kökdə 5 böl 2. Çünki məxrəc eynidir. Surətlərdə çıxıla bilmir. Kökdə 6-dan kökdə 5 çıxa bilmərik. Cavab belə də qalır 21-dən. Gəldik indi 22-yə. 22-də bizə deyir ki, 70%-i 84 olan ədədin 45%-ni tap. Faizə görə ədədi tapmaq üçün nə edirdik uşaqlar? Ədədi faizə vurub, daha doğrusu ədədi 100-ə vurub, faizə bölürdük. Deyir, bunun 45%-ni tap. 45%-ni də elə ardıcan yazacağım. 45%-ni tapanda nə edirik? Faizə vurub, 100-ə bölürük. 100-lər getdi ixtisar. 70-dən 45 hər biri 5-ə bölünür. Qalır burada 9, burada da 14. 84 da 14-də tam bölünür. Olur 6. Yerdə qalır 6 vur 9, 54. Cavab oldu 54 22-də. Baxaq 23-ə. 23-də bizə deyir ki, 23. Ədədi ortası 35 olan 7 ədədə hansı ədədi əlavə etmək lazımdır ki, ədədi orta 40 olsun? Ədədi ortası 35 olan ədəd, olan 7 ədəd. 7 ədəddirsə, məsəl üçün də, buraya yazıram, tutaq ki, qoy elə 7 yazımı, n sayda yəni ədəd. N-i yəni 7-yə böləndə bərabər olub 35-ə. Onda demək, bu 7 ədədin cəmini təşkil edir uşaqlar. Onda nəyə bərabər olur? 7 vur 35 bərabərdir. 35 3 yaddan 245. İndi deyir ki, 7 ədədə hansı ədədi əlavə etmək lazımdır ki, ədədi orta 40 olsun. Əgər bir dənə də əlavə eləyəcəmsə, 8 dənə ədəd olacaq da, düzdür uşaqlar. Yəni 8 ədədin də cəmini M işarə eləyim də. Ədədi ortası 40 olacaqsa, yəni M-i 8-ə böləndə 40 eləyəcək. Onda M bərabərdir. 8 vurulsun 40 eləyər 320. Demək, 7 dənə ədədin cəmi 245-dir uşaqlar. 8 dənə ədədin cəmi 320-dir. Onda 8-ci ədəd neçəymiş? Onu tapmaq üçün nə edirəm? 8 ədədin cəmindən 7 ədədin cəmini çıxaram. Taparam ki, 75 eləyir. 8-ci ədəd 75 imiş. Baxaq 24-də. 24-də bizə deyir ki, 24. 90, 96, 100 ədədlərinin sadə vuruqlarının diaqramı yazın və rəngləmiş hissələrdəki vuruqların hasilini deyir tapın. Gəlin yazaq uşaqlar. Demək, 90 ədədinə vuruqları əvvəlcən ayıraq, sadə vuruqlarını istəyir. Burada 0 görəndə demişəm sizə qısa şəkildə 2 vur 5 eləyiz onu. 9-daki 3 vur 3-dür.
Sonra 96'nı ayıraq indi. 96'nı 2'ye bölürük 48, 2'ye bölürük 24, 2'ye bölürük 12, 2'ye bölürük 6, 2'ye bölürük 3, 3'e 1. 100'deki hansıdır? 2 dənə sıfırdır. 1, 0, 2, 5, 1, 0, 2, 5. Aha, ayırdıq. İndi gəlirik Venn diaqramımıza. Deyir ki, diaqrama yazın və rənglənmiş hissələrdəki vurulan hasilini tapın. Gəlin Venn diaqramımızı çəkək. Aha, bu bizim Venn diaqramımız. Bu olsun 90 ədədinki, bu olsun 96, bu da olsun 100. İndi baxın, 90 ilə 96-da hər birində nə var? 2, 2. Sonra 5 yoxdur. 3 də bir dənə var. Bax, demək hər birində 90 ilə 96-nın nə var? 2 ilə 3. Gəlin əvvəlcə bilirsiniz uşaqlar, asan da olmaq üçün nə edirsiniz? 3-ündə də olanı götürün ki, birinci buradan başlayın həmişə ki, rahat olsun, qaralamayaq sonra. Hər birində nə var? 1, 2, 2, 2. Burada bir dənə 2 var. Amma burada 2 dənə 2, burada da 2 dənə 2. Demək, bir dənə 2 hər birində var. O bir dənə 2, baxın, getdi bura. İndi gəldik nəyə? Sırayla. Aha, demək, burada 2 də var idi hər birində. Sonra 3 də var idi. İndi 90 ilə 96-nın hər birində əlavə olaraq 3 var. 90 ilə 96-nın ikisine məxsus olan yer buradır. Hər birində 3 var. Gəldi bura. İndi sonra sırayla, bax, buradakı ədədlərə baxıram hər iki. Bu 2 getdi, bu 3 getdi. İndi burada təkcə nə qaldı? 5 ilə 3. 5 burada da var, burada da var. Demək, 90 ilə 100-ün şərikli olanı nə var? Uşaqlar, 5 var, düzdür? Bax, 5, 5. Bax, bunlar da getdi. Onda demək, 90 ilə 100-ün şərikli yeri haradır uşaqlar? Bax, buradır. 5, gəldi bura. İndi bu 3, bu 3 uca təkdir. Özünə məxsusdur. Ona görə özünün məxsus yeri buradır. İndi gəlirik 96. 96-da baxın, 96-da 2-ni bir dənə istifadə eləmişəm, bir də 3-ü istifadə eləmişəm. İndi 96 ilə bu 2-ni də burada istifadə eləmişəm. Qoy bunu da xətt çəkək, qarışmasın. İndi gəldik indi 96 ilə 100-ün kəsişməsinə. 96 ilə 100-ün kəsişməsində hər birində o 2-yi götürmüşük. Görürsünüz, xətt çəkmişik, ona dəymirik. Yenə də hər birində 2 var, eyni. Görürsünüz, eyni olan 2 var. 96 ilə 100-ün şərikli yeri buradır. Bu 2-ni də buraya yazırıq. Sonra baxırıq ki, burada bir dənə 5 qalıb, təkcə özünə məxsus. Onda 100-ünki özünə getdi. Bunda 3 dənə x-i qalıb özünə məxsus. Bu 2-lər də gəldi bura. Aha, Venn diaqramını gördünüz, bax, yazdıq, qutardıq. İndi bizə demişdi ki, qara rənglənmiş, yəni hissələrdəki vuruqların hasilini tap. Qara hissələrdə bunlardır. Qara hissələr budur. 5 vur 3, 15, 15 vur 2, 30. Cavabımız oldu 30. Vəssalam. Baxaq nəhayət 25-ci suala. 25-ci sualda bizə deyir ki, ABC üçbucağında kosinus bucaq, aha, baxaq 25. Demək, üçbucağı çəkəcəm. Bura 7 cm, bura 9 cm. A, B, C. Aha. Bizə deyir ki, AB 7, BC 9'dur. Kosinus bucaq ABC. Bura 21'də 11'dir. 21'də 11'dir. AC tərəfinə çəkilmiş medianın uzunluğunu tap. Aha, gəlin medianın uzunluğunu tapaq. Bu mediandır. Medianda nə inirdi? Qarşı tərəfi yarı bölürdü. Aha, tapaq bunu. Mən medianın uzunluğunu tapmaq üçün medianın əvvəlcə bilən düsturunu yazıram. Median bərabərdir 2-də 1 nəyə? 2a kvadrat üstə gəlinsin 2b kvadrat çıxılsın c kvadratına. Bu medianın düsturuydu uşaqlar. Buradakı a ilə b, yəni median hansı təpədən çəkilirsə həmin təpəyə bitişik tərəfləri idi. Yəni bunlardır. C tərəfi bizdə yoxdur. C tərəfi olsaydı medianın uzunluğunu tapmaq asan olardı. Onda gəlin C tərəfini tapaq. C tərəfini isə tapacağım kosinuslar teoremi ilə. Demək, kosinuslar teoremində də nə deyilir? Demək, bucağın kosinusu verir və ona bitişik 2 tərəf verilibsə, qarşı tərəfi, məsəl üçün AC desəm, mən AC-ni tapmaq üçün nə edirəm? Bərabərdir kökün altında, bu bizim kosinuslar teoremi düsturumuzdur.
A kvadrat üstə gəlsin B kvadrat çıxılsın 2AB və arasındakı bucağın kosinusuna hasilinə. Yəni baxın düsturumuz budur. Kosinus yəni hansı bucağın kosinusu verilibsə ona bitişik tərəflər AB-dir. Yəni burada yazılır. Yəni yerlərini səhv salmayın. İndi mən AS-ni tapmaq üçün gedirəm bunların yerinə qoyuram. A kvadrat 7-nin kvadratı üstə gəlinsin 9-un kvadratı çıxılsın 2 vur 7 vur 9 və vurulsun bucağın kosinusu 21-də 11. Bu da bərabərdir. 49 üstə gəlinsin 81. 49 üstə gəlsin 81. 21 7 ixtisar gedir 3. 9 3-ə bölünür 3. 2 vur 3 6. 6 vur 11 66. Bu da bərabərdir. 81-dən 66 çıxanda eləyər 15. 49-un üstünə 15 gələndə eləyər 64. Kökdə 64-dən də çıxar 8. Demək, mən AS-ni tapdım ki, AS 8-miş uşaqlar. 8 isə onda bura 4-dür. Demək, bura 4-dür. İndi mən medianı istəyirəm. Medianda var idi, bu düsturla tapacağım indi. Median da bərabərdir. 2-də 1 vurulsun. Kökün altında 2A kvadrat, yəni 2 vur 7-nin kvadratı. Üstə gəlinsin 2 vurulsun 9-un kvadratı çıxılsın. S kvadrat, S də 8 idi. 8-in kvadratı. Bu da bərabərdir. 2-də 1 vurulsun. 49 üstə gəlinsin 81. Neçə eləyər? 90, 130, 2 vuranda 260, 260-dan da çıxarıq 64-ü, eləyər 196, 196-dan da 14 çıxar, bu da eləyər 7. Demək, medianın uzunluğu 7 cm imiş. Bugünkü demək, testimizdə sınaq 3 oldu. Gələn sınaqlarda inşallah görüşənədək.